elektromobillərin şarj stansiyalarını təmin edən şirkətlər hər biri fərqli tətbiqlərdən istifadə edirlər. Bu da təbii ki, vətəndaş üçün çətinlik yaradır. Yəni elektromobil istifadəçilərinin smartfonunda adətən 4-5 dənə belə deyək şarj stansiyasının tətbiqi olur. Bu müəyyən narahatlıqlar yarada bilər. Amma bu hər hansı bir tənzimləyici qərarla tənzimlənmir. Ona görə də azad bazar olduğu üçün, yəni brendlər də fərqli brendlər olub bir-birinə rəqabət apardıqları üçün vahid tətbiq standartına keçid eləmirlər. Bu praktiki baxımdan nə qədər əlverişli görsənsə də, amma kommersial baxımdan şirkətlər üçün o qədər də sərfəli strategiya deyil. Yəni bu başa düşüləndir. Digər bir məsələ bəli, şarj stansiyalarının azlığı var, amma bu o demək deyil ki, onların sayı artmır. Bakıda kifayət qədər şarj stansiyası var. Demək olar geniş arealda yayılmağa başlayıblar və insanlar rahatlıqla artıq tapa bilirlər. Sadəcə Azərbaycanda olan şarj stansiyalarının çoxu əksəriyyəti GPT dəstəklidir, yəni Çin standartıdır. Bu da Azərbaycanın Çin daxili bazarı avtomobillərinin, elektromobillərinin idxalı ilə bağlıdır ki, yəni tələb təklif əsasında formalaşıbdır. Əslində isə Azərbaycan Avropa standartına daxil olan bir ölkədir. Yəni Avropa standartı dəstəkli şarj stansiyaları daha çox olmalıdır və biz gedib şarj stansiyalarının yanında duranda görürük ki, əsas növbə Çin portu, GPT dediyimiz portun üzərində dayanır və Avropa portu demək olar ki, istifadə olunmur. Bu da dediyim kimi tələb təklif məsələsi ilə bağlıdır. Əsas ciddi problem məhz rayonlarda, regionlarda şarj stansiyalarının azlığı ilə bağlıdır ki, həm kommersial baxımdan orada şarj stansiyası yaratmaq brendə sərf eləmir. Yəni bu işi təşkil edənlərə sərf eləmir. Çünki çox az ziyarət olunurlar və oradan lazım olan büdcəni qazana bilmirlər. Bu da elektromobillərlə uzun səfərləri çətinləşdirir. Yəni biz hər rayonda belə deyək tapa bilmirik həmin stansiyaları və yaxud da tapanda bəziləri siz qeyd elədiyiniz kimi işləmir və yaxud da ki, bəzilərində problemlər olur və yaxud növbə olur. Bu da təbii ki, elektromobilin ölkə ərazisində yayılımını və elektromobilləri almağa motivasiyanı baskılayan bir amildir. Bu ümumiyyətlə enerji stansiyaları ilə bağlı əsas problemlərdən biri də orada keyfiyyətli elektrik şəbəkəsinin verilməsidir, ayrıca xəttin verilməsidir. Yəni brendlər bu xəttləri də tapmaqda çətinlik çəkirlər. Bildiyiniz kimi bunun üçün xüsusi texniki şərt təmin olunmalıdır. Yəni hər restoranın, hər yaşayış obyektinin qabağında sən öz istəyinə uyğun gedib elektromobil üçün enerji stansiyası quraşdıra bilməzsən. Bu müəyyən texniki tapşırıq, texniki şərt əsasında təmin olunmalıdır və bunun alınması da yəni o qədər asan məsələ deyil. Ora müəyyən gücdə transformator lazımdır ki, həmin əraziyə enerjini ötürə bilsin. Bu ümumiyyətlə bu şəbəkənin, bu elektromobillərlə bağlı enerji stansiyalarının qurulması məsələsi ciddi məsələdir və bununla bağlı prezidentin də bir qərarı var idi, səhv eləmirəmsə, və Azərbaycanda yayılmasının təmin olunması qərarı verilmişdi. Bundan sonra Azərişıq kifayət qədər işlər görməyə başladı və ölkənin bir çox ərazisində o stansiyaları quraşdırmağa başladı. Başqa bir ciddi problem də bu elektrik şarj stansiyalarının quraşdıran şirkətlərin avadanlıqlarının çoxunun Çindən keyfiyyətsiz avadanlıqları gətirməsidir. Çin padval məhsullarını gətirirlər Azərbaycana, ucuz qiyməti olsun deyə quraşdırırlar və nəticədə nə görürük? O stansiyalar müəyyən müddətdən sonra öz keyfiyyətini itirirlər və yaxud da ki, avtomobilin batareya texnologiyasına uyğunlaşmamağa başlayırlar, müəyyən problemlər çıxardırlar. Bu da diqqət olunmalı məsələlərdən biridir ki, həmin o stansiyaların keyfiyyətinə də nəzarət olmalıdır, müəyyən standartlara cavab verməlidir ki, hər yerindən duran gedib Çindən stansiya gətirib Azərbaycanda quraşdırmasın.